Bakı-Sumqayıt yolunun Sultepe dairəsi istiqamətində yolun asfalt örtüyünün dəyişməsi ilə bağlı hazırda bir sıra istiqamətlərdə, yollarda və küçələrdə, xüsusən paytaxtdan şimal istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub və bu da yollarda böyük tıxaca səbəb olub. Bax, düz 1 saat 43 dəqiqədir ki, burada tıxacdayıq. Yəni, iş görürlər, bunu gecə eləsinlər də. Gecə bomboş olur. Biz gecə-gündüz işləyirik də, onsuz da bu yollardayıq da. Gündüzün gün orta vaxtı profka tıxac. Saat gör neçədir? 1 saat 45 dəqiqədir buradayım. Hələ ki, bura çatanacaq 3 saat, 4 saat olacaq. Bunu eləyirsən gecə vaxtı elə də, səhər saat 5-6-ya kimi nə təmir işi görürsən elə də, gör də onu. Və cəmaata yazdıqları gəlsin. Biz neyinə, nətə elə, dərdimizi kimə deyək? Bu, düşünürəm ki, müvəqqəti olan bir situasiyadır və insanlara, sürücülərə tövsiyə edirəm, hövsələli olsunlar. Belə situasiyalar bütün dünyada baş verir. Amma əvvəlcədən təbii ki, xəbər edilməlidir, radioda deyilməlidir ki, insanlar bilsinlər. Tıxac çoxdan qalmısınız tıxacda? Hə, bir 40 dəqiqədir. 40 dəqiqədir tıxacda. Hara gedirsiniz? Xırdalana. Normalda bu yol neçə dəqiqə gedmək olar, əgər tıxac olmasa? Tıxac olmasa 15-20 dəqiqə Xırdalanda olardım. Amma 40 dəqiqədə sizlər 20 yanvardasınız. Hələ 20 yanvardayıq, bəli. Bugün bazardır, açıq olmalıdır yol. İndi gör sabaha vapşe burada yer olmayacaq. Sabah vapşe dəlixan olacaq bura. Və indi mağıl 20 yanvardan bura kimi gəlmişik 1 saata. Sabah vapşe 3 saata bura gücümlə gələcək. Daha deyəsən artıq avtomobili tərk edirsən, yəni piyada. Yoxsa Adı getməliyəm də, başımı verim qırağır, divijen deyansın, belə yaxşıdır. Sən probkaya bax o tərəfə, mən Tifliskidən bura qədər 1 saat uca gəlirəm də, hələ mən gəlib Xırdalan qurğuna çıxanacaq, nə qədər vaxt çəkir. axşam olacaq. Həm də Allah sənin kömək olsun. Qeyd eləyək ki, Bakı-Sumqayıt yolunun Sultepe dairəsi istiqamətində yolun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar təmir bərpa işləri aparılır. Bununla əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Sürücülərdən xahiş olunur ki, yol nişanlarının tələblərinə əməl etməklə alternativ yollardan istifadə etsinlər.